Əziz izləyicilərimiz, sizi salamlayırıq. Bugün verilişimizin qonağı Kət Kuryerdir. Milyonlarla baxış toplamış, dünya trendinə alt üst eləmiş Sumqayıtlı qardaşımız bugün verilişimizin qonağıdır. Orxan, xoş gəlmişsən qardaşım. Xoş gördük qardaşım, xoş gördük. Qoy bir sözümü tamamını sorayım. Bir imkan ver də. İmkan vermem deyip ona sözümü deyim ona sen abin imkan ver. Yol vərəqəsi yoxdur. Abin imkan ver. Hərəkət zolağında zibirliyirsin. Abin imkan ver. Qurtardın bura. Mən də hər kəsi salamlayıram. Xoş gəlmisiniz əziz İmanoğlu kanalının izləyiciləri. Çox sağ ol ki, qardaşım, məni bugün verilişimə qonaq çağırdın. Çox şadam sənin verilişində iştirak etməyə. Həqiqətən yəni qürur duyuram bununla. Çünki sənin xətbi dünyalara qədər çox istəyirəm. Gülməməyə də gülməsin. Mən də çox şadam ki, sən mənim verilişimdə iştirak edirsən. Təşəkkür edirəm. Çox sağ ol. Bugün mənim Kət Kuryerə hazırladığım özümdən fikirləşdiyim bir neçə sualım var. Onları Kət Kuryerə ünvanlayacağam. Bildiyiniz kimi mən bütün platformalarda fəaliyyət göstərirəm. Yəni hər platformada paylaşım edirəm. Deməli Orxan, YouTube Shortslarda paylaşırdım. Hansı ki 25 gün ərzində bir gündən bir video paylaşmaqla 14 dənə videoya, cəmi 14 videoya 8000 abunə yığdım. Maşallah. Maşallah gün olsun, amma mən onu deyirdim ki, məndən o tərəfə yoxdur. Azərbaycanda motovlogger olaraq mən bunu bacarmışam YouTube-da özdən. Daha böyük uğurlara arzulayıram sənə. Çox sağ ol qardaşım. Yəni məsələn belə deyək də, Instagramda, TikTokda izləyici yığmaq asandır. Baxmayaraq ki, orada da məndə azdır. Instagram indi 9000-i keçir. TikTokda da ki 6000-ə çatır, amma baxmayaraq ki, baxış sayım çoxdur. Amma YouTube-un abunəliyini dedim ki, mən dağıdıram. Bu qardaş nə edib? Bir dənə video 25 milyondan çox tutuzdurub. Neçə milyon olub? 25 milyon birdir, 5 milyon da bir. Ümumilikdə təkcə bir platformada 30 milyon baxış toplayıb bir dənə videoya. Və neçə min abunə yığmısan o bir videonun hesabına? 32.000 abunə gəlmişdi o videoda. Oy maşallah. Ona görə də nə etmək lazımdır? Çox böyük danışmaq lazım deyil. Mən deyirdim ki, məndən yoxdur. Bir dənə video 32 min abunə yığdım. Qardaşım. Yəni o Allahın yazdığı bir yazıdır. Yəni 10.800 abunə ilə mən həmin videonu paylaşanda ağlıma belə gəlməzdi ki, həmin video bir ay ərzində bu qədər viral olar. Daha da çox izlənməyə çatar, daha da dünya kəşfiyyətinə açılar həmin video. Yəni heç mən özüm də heç fərqində deyildim əslində. 2 gün sonra girib baxmışam ki, 2 milyon, 3 milyonu bu video xəbərim yoxdur. YouTube-dan bildirişlər gəlir, bilmirəm ki, bu hansı videoma gəlir. Bir girdim baxdım ki, 3 milyon nə qədər baxışı var. Özümün gözüm çıxdı kəlləmə ki, sonra partladı bu video. Elə bir ay ərzində 20 milyonu keçdi o. Qəşəng. 20 milyon baxış yığdı. Yəni gördüyünüz kimi Sumqayıtlı qardaşımız dünya trendini, dünya kəşfiyyətini alt üst eləyib. Çox sağ ol. Əhsən sənə, təşəkkür edirəm. Minnətdaram. Mən sənə təşəkkür edirəm. Nə bilim Murat. Ürəyimdən gəldi. Allah hamımızdan razı olsun deyə. Hamımızdan qardaşım. Ürəyimdən gəldi. Belə deyəm. Allah sizdən razı olsun. Niye? Ürəyimdən gəldi. Bir daha pauza verəydim. Part tutub sən. Mən görmürəm Murat. Səni bulur görürəm. Aslında boğulmursan bura. Əslində öyrəşmişəm, artıq alışmışam. Amma dayandığım vaxtda gülmədən və qardaş mənə də gülmədim. Orada qəşəngdir. Kimsə orada Dilbərimi oxuyur karaoke'də. Ya oxumaz onunla yaxşı. Sizə qeyd edeyim ki, çəkilişlərin məhdud şərait altında çəkilir. Sponsor olmaq istəyən də yoxdur qardaş. Buydu sual, boğulmursan. Boğulmursan. Tərk edirəm mən də. Orxan, zarafat bir qırağa. İlk sualım belədir ki, ilk motosikl sürməyə necə başladın, bu fikrə necə düşdün və necə oldu ki, motosikli aldın?
2023 ilin 2020 ağzım topuq vurdu. Dilim içədə ritim oldu. Ne verilişte yani? Kim yaparsın bu verilişe? Komedi kanal ya bu. Qardaşım mən 2023-cü ildə Pizza Maker işləyirdim. Adını çəkməyəcəm həmin restoranın. Onda 07'm var idi mənim özüm. Yəni əvvəl moto həvəskarı olmamışam. Maşınım var idi. Sadəcə olaraq işdən sonra əlavə iş üçün kuryerlik falan eləmək istəyirdim. O birdən-birə gəldi beynim orada nədənsə. Bir dənə mənşəyi bilinməyən moto almışdım da, yəni. Bilinməyir ki, hara istehsalıdır. Pol avtomatı idi. Belə bir suyu əsərliyə oxşuyurdu, bir suyu nə bilim mopedə oxşuyurdu. Skor su vardı, mufta yox idi. Yəni pol avtomatı idi. Üstündə də bir dənə yazılmışdı Asian Hero. Adı buydu. Nə sənədi var, nə sünədi, heç nə yoxdur qardaşım. Aldım bunu, 2 həftə bunu sürdüm. Bir əvə apardılar içəri. Niyə? Sənədsiz oldu. Sənədli yox, o da çucuq paxmel getdi də. Yəni elə belə saxlamışdım, işlədim. Elə fartuq əynimdə, belə xəmir açdığım yerdə dedilər ki, aparırlar. O formada getmişəm iştirafına, maskeydi çıxartmaq. İş qalım qırar, xəmir qalım qırar. Əlində pizza xəmiri ilə salam aleyküm, mən motosikletim iştiramlı oynadım. Bu həqiqətən başıma gəlib də, yəni onu yaşamışam. Getdim, çıxartdım, icazə aldım, getdim, çıxartdım, gədirdim. Sonra onu dəyişib, üstünə əlavə pul verib 49 kub Kuba X-Boss aldım. Başladım onu sürməyə. Biraz sürdüm, maşın yatır həyətdə. Maşını sürmürəm artıq, 07'ni sürmürəm. Biraz onu sürdüm, öyrəşmişəm artıq motoya. Motorsuz da qalanda ürəyim partlayırdı. Özə ən çox da mən bina evində qalıram. Qorxurdum ki, bunu gələrlər, gecə həyətdə saxlayaram, götürüb apararlar, oğurlayarlar. Stayankada aparıb saxlayırdım bunu. Gündəlikdə pulu verirdim, plus trosla da bağlayırdım. Camaat et Porsche'siz zaten. Elə qorumur. Yox, həqiqətən trosu bağlayırdım turbaya. Turba da bu boydaydı. Qaldır maskede götür apar. Çiğnə vurub aparacaqlar. Saxlayırdım orada, gecədən səhərə qalırdı orada, günorta işə gedəndə gəlib götürüb sürürdüm. Bir xeyli vaxt onu sürdüm. Satdım onu da, maşınımı da satdım. Onun həmin vaxtda da paralel olaraq kreditim də var idi. Yarısını kreditimə verdim, yarısını təzədən getdim S150 aldım. Ondan sonra RS200 aldım. Artıq maşını falan satmışam, heç nəyim yoxdur. Kreditləri yığmışam üstümə də, yəni. Başladım, biraz onu sürdüm. Bir il, tamına bir ildə RS-i sürdüm. İndi də motosikletə satmışam, qalmışam yenə belə. Ən yaxşıları qismət. Onun bunun əlinə baxıram. Qaqa bir kruq sürümdə. Bir kruq sürümdə, ondan biraz, bundan biraz belə qalmışam eləcə. İnşallah daha yaxşıları qismət olar. İnşallah qardaşım. Hər işdə bir xeyir var. Əlbəttə. Onda mən belə başa düşdüm ki, yəni Orxanla çoxdandır tanışıq, amma heç vaxt bu sualı verməmişəm ki, niyə görə kət kuryer? Sən danışdığında mən belə başa düşdüm ki, o kət kuryerdə kuryer tərəfi bu kuryerlik məsələsinə görə qalxıb. Bəs yaxşı, niyə görə kət? Əvvəl bir kaskan var idi, sadə kaskaydı. Üstünə pişik qulağı qoymuşdum onu. Pişik qulağı. Hə, bildiyin əsl həqiqətən pişik qulağı idi. Yəni real pişiyin qulağını kəsib qoymamışam. Belə bildim deyirsən ki, ya pişiyin qulağını kəsib Buradan qoymuşam. gətirmişdim onu, taxmışdım onu da pişik qulağı idi. Qəşəng görsənirdi, şirin görsənirdi. O formada sürürdüm. Onda adını qoymuşum ki, kət kuryer. Yəni birdən ağlıma gəldi o. İndi bu dəqiqə Sonic kaskası taxıram deyə Sonic kuryer falan deyəcək. Adımı dəyişməyim də artıq mənim üçün ziyandır. Çünki məni tanıyanlar, kət kuryer deyib səslənirlər, bildin necə? Yəni ona görə elə dedim, elə bu formada da qoy getsin. Bəs yaxşı necə oldu ki, sən o kətdən keçdin Sonicə? Əslində mən kətdən Sonicə keçmədim. Elə kət kuryer qalaraq Dovşan kaskası taxdım birinci. Dovşan kaskası taxdım, başladım videolar çəkməyə. O da yəni bir videodan başladı hər şey. Kaskı taxdım Dovşan kaskasını. Dostum, yaxınım, doğmam, bütün işlərimdə mənə dəstək olan və ən əsası da mənim prodüserim Lil Orxan sağ olsun. Qəşəng. Lil Orxan qardaşım. Buradan da çoxlu salamlarımı çatdırıram. Lil Orxan və Sura xanım. Şəhərdə sürərkən Sumqayıtda mənim videomu çəkdilər. Çəkdilər, göndərdilər mənə. Elə bir mahnı üzərində paylaşdım onu gecə.
Yatdım. Səhər durdum ki, video partlayıb artıq, trenddir. Üstünə də yazdım ki, insanların üzündə gülüş görmək məni sevindirdi. Yəni bu tip bir cümlə yazmışdım, çünki həqiqətən elədir. Yəni insanların üzündə gülüş görəndə insanın könlü açılır. Paylaşdım bunu, video viral oldu. Məndən sonra 3-4 gün sonra Patrulaz paylaşdı bu videonu. Patrulaza da düşmək iki formada düşə bilirsən. Bir yaxşı mənada, bir pis mənada. Şükür edirəm ki, mən yaxşı formada düşdüm ona. Video orada da partladı. Yəni daha çox izləyici sayını çatdı. Dedim mən bunu nəyə görə davamlı olaraq çəkməyim. Başladım ondan sonra Dovşan Kaskası ilə senarilər qurdum. Get-gedə insanları sevindirmək, üzlərində gülüş yaratmaq üçün daha da fərqli kontentlər yaratmağa başladım. Daha gözəl videolar çəkməyə başladım ki, tək insanların üzündə gülüş yaransın. Və belə-belə başladım Dovşan Kaskası ilə videolar çəkməyə. Və yavaş-yavaş da YouTube'da, Instagram'da, TikTok'da izləyicilər başladılar çoxalmağa, bəyənilər, baxışlar, artıq bütün videolarım kəşfiyyata düşürürdü. Çox gözəl Orxan. Bu arada Lil Orxanı mən özəlliklə salamlarımı çatdırmaq istəyirəm və onu qeyd eləmək istəyirəm ki, Lil Orxan qardaşımız bir çox müğənnilərdən fərqli olaraq çox sadə bir insandır. Düzdür. Yəni onun sadəliyi mənə ləzzət eləyir. Canımızsan, ciyərimizsən, qardaşımızsan. Öpürük səni. Sadəliyinə görə sənə də ayrıca bir təşəkkür. Orxan, növbəti suallara keçməmişdən qabaq dedin ki, bəs Dovşan personajı ilə başlamışam. Daha doğrusu pişik personajı ilə başlamışam. Keçmişəm Dovşan personajına və o videonu Lil Orxan mahnısı ilə atdım. Səhərsi gün durdum ki, partlayıb o video. Yo, Lil Orxanın mahnısı ilə partlamayıb. Ha. Məmişxanın mahnısı ilə partlayıb o. Nəmişqa kimdir? Nəmişqa kimdir lan? Nəmişqalar da lan? Məmişqa deyil. Nəmişqa mahnısı ilə partlayıb. Məmişxan. Məmişqal, hə? Gedib mamama vermə. O mahnı ilə. Ay sağ gedib mama nə demə mahnısı ilə partladı video. Hə, Məmişqal mahnısı ilə üzr istəyirəm. Mən elə bildim Lil Orxan mahnısı ilə partladı. Nəmişqal nə idi? Qağış da oradan çıxırır. Hələ dilmərim oxuyuyor. Başım ağrıyacaq. Çıxart qaz-qaz. Öldüm sana. Belə vermiş olar. Gözümdən yaş verdin sən. Yaxşı ki, studiya tutmaşdır. Sən 5 saatdə məsələ Necə görmürəm, buna bax ala.